Qoç bürcü. Mənfi emosiyaların öhdəsindən gələ bilsəniz, gün yaxşı keçəcək. Müsbət düşüncə çərçivəsinə düşmək asan olmaya bilər, amma istəyirsinizsə bunu edə bilərsiniz. Bəzi qoçlar işdə fikir ayrılıqları ilə üzləşəcək, həmkarları və rəhbərliklə ortaq dil tapmaq həmişəkindən daha çətin olacaq. Bununla belə heç bir ciddi problem gözlənilmir və mövcud çətinliklərin öhdəsindən uğurla gələcəksiniz. Sizə tanış olmayan məsələləri başa düşməkdə çox yaxşı olacaqsınız, lakin bunu etmək üçün adi haldan biraz daha əzmkarlıq nümayiş etdirməli olacaqsınız. Çox perspektivli olacaq təzə ideyalar ortaya çıxacaq. Buğa bürcü. Səhər belə görünməsə də gün hadisələrli və əlverişli olacaq. Ailə məsələlərinin həllinə vaxt ayırmalı olacaqsınız və bu sizi planlaşdırdığınız işlərə bir müddət ara verməyə məcbur edəcək. Boş qayğılara vaxt itirməsəniz, tez hər şeyin öhdəsindən gələcək və bütün məqsədlərinizə çatacaqsınız. Bir çox buğa qeyri-adi dərəcədə inandırıcı və natiq olacaq ki, bu da onlara sərfəli sövdələşmələr bağlamağa və perspektivli işgüzar əlaqələr qurmağa kömək edəcək. Tezliklə işinizdə sizə faydalı olacaq bir şey öyrənə biləcəksiniz. Əkizlər bürcü. Günün başlanğıcı çoxlu yaxşı fürsətlər gətirəcək, ona görə də anı dəyərləndirin. Əksər əkizlər mürəkkəb problemləri və qeyri-adi məsələləri asanlıqla həll edəcəklər. Səfərlər yaxşı keçəcək, xüsusən də uzun və uzaq səfərlər. Xarici tərəfdaşlarla əlaqələr qurmaq mümkün olacaq. Cazibədarlığınız və bəlağətiniz insanları asanlıqla qazanmağa imkan verəcək, buna görə də istənilən danışıqlar çox yaxşı keçəcək. Axşama doğru yorğunluq və qıcıqlanma yığılacaq. Böyük layihələrin həyata keçirilməsinə ehtiyac yoxdur. Axşamı keçirməyin ən yaxşı yolu sevimli məşğuliyyətlərinizlə və ya sevdiyiniz insanın əhatəsində olmaqdır. Xərçəng bürcü. Yaradıcı təxəyyülünüz tam üzə çıxacaq və mühüm məsələlərin həllində faydalı olacaq. Əksər xərçənglər ən çətin və qarışıq vəziyyətlərdən orijinal çıxış yolu tapa biləcəklər. Bununla belə fantaziyaya çox da getməməli və reallıqdan qopmamalısınız, əks halda yaxşı fürsətləri əldən vermə riski daşıyırsınız. Həmkarlar, rəhbərlər və ya yaxınlarınızla kiçik fikir ayrılıqları ola bilər. Bununla belə ciddi münaqişələrə gəlməyəcək və xoş niyyətiniz və nəzakətiniz sayəsində xırda anlaşılmazlıqları tez həll edə biləcəksiniz. Şir bürcü. İllüziyalara qapılmasanız və tələsməsəniz çox şeyə nail olacaqsınız. Həqiqətən istəsəniz də əvvəllər verdiyiniz vədləri unutmamalısınız. Bir çox şirlər tanış problemlərin həllinə yaradıcı yanaşacaqlar və buna görə də təsirli nəticələr əldə edə biləcəklər. İntuisiyanız kəskinləşəcək və onun göstərişləri qeyri-adi dərəcədə vaxtında olacaq. Köhnə düşmənlər üzərində üstünlük əldə etmək imkanı olacaq, ancaq kifayət qədər səy göstərsəniz. Tətilləri, səyahətləri planlaşdırmaq üçün yaxşı vaxtdır. Qız bürcü. Qətiyyət və enerji günün bütün çətinliklərinin öhdəsindən gəlməyə kömək edəcək. Bir çox qız bürcü onlara tanış olmayan mövzuları tez başa düşməyə və cari problemlərə təzə nəzər salmağa imkan verəcək yaradıcı qabiliyyətlər inkişaf etdirəcək. Hər şey gözlədiyiniz kimi alınmayacaq, ancaq ixtiranız və etibarlı müttəfiqlərin dəstəyi sayəsində istənilən maneələri dəf edəcəksiniz. Günortadan sonra heç yerə tələsməyə ehtiyac yoxdur. Tələsik qərarlar səhv ola bilər və maliyyə itkilərinə səbəb ola bilər. Ehtiyatlılıq və detallara diqqət sizin etibarlı köməkçiləriniz olacaq. Tərəzi bürcü. Hər şey rəvan getməyəcək. Daxili münaqişələr fikirlərinizi toplamağa imkan verməyəcək, ona görə də gün yeni başlanğıclar və mühüm məsələlərin həlli üçün çox uyğun deyil. Əksər tərəzilər diqqətini rutin işlərə yönəltməli, başladıqları işi başa çatdırmalı və sənədlərini qaydasına salmalıdırlar. Həmişə yaxşı anlaşdığınız insanlarla belə danışıqlar aparmaq çətin olacaq. Diqqət və ehtiyatlılıq səhvlərdən və çətinliklərdən qaçmağa kömək edəcəkdir. Bütün məlumatları diqqətlə yoxlayın və əhəmiyyətsiz təfərrüatlarla diqqətinizi yayındırmayın, onda siz lazım olan hər şeyin öhdəsindən uğurla gələcəksiniz. Əqrəb bürcü. Sakitlik və xoşməramlılıq sizə hər kəsə yanaşma tapmağa imkan verəcək. Bir çox əqrəblər artan cazibələri sayəsində mühüm problemləri həll edəcəklər. Ətrafınızdakı insanlar sizi yarı yolda qarşılamağa, sizə kömək etməyə, endirim etməyə və ya xırda şeylərdə güzəştə getməyə hazır olacaqlar. Böyük layihələrə başlamaq üçün əla vaxtdır. Bununla belə, yalnız şansa güvənməməlisiniz.
Uğur kifayət qədər səy göstərənlərə gələcək. Hər hansı bir səyahət planınız varsa, səyahət üçün əlavə vaxt ayırın. Yol boyu gözlənilməz gecikmələr mümkündür. Oxatan bürcü. Enerjiniz artacaq. İstənilən cari işlər sizin üçün çox çətin olmayacaq deyə əhval dəyişikliyinin öhdəsindən asanlıqla gələ biləcəksiniz. Bir çox oxatanlar ünsiyyətdə qeyri-adi dərəcədə sadə olacaqlar. Bu, hər kəsin zövqünə uyğun olmaya bilər, lakin çox vaxt uyğun və faydalı olduğunu sübut edəcəkdir. Çoxlu faydalı əlaqələr qurmaq imkanı yaranacaq. Gücünüzü həddən artıq qiymətləndirmək riskiniz var, vəzifələrinizi laqeyd etməməli və tələsik vədlər verməməlisiniz. Əlavə iş yükü götürməyin, bunun öhdəsindən gələ biləcəyinizə zəmanət yoxdur. Oğlaq bürcü. Qarşıda sizi aktiv, lakin biraz gərgin gün gözləyir. Oğlaqların əksəriyyəti prioritetləri düzgün təyin etmək və xırda-xırda fikirlərə yayınmamaq bacarığından faydalanacaqlar. Tələsik qərarlar verməkdən çəkinin və əvvəlcə bütün detallara varmadan nəticə çıxarmayın. Yeni başlanğıclar üçün ən yaxşı gün deyil, lakin yarımçıq işləri asan və tez başa çatdırmaq olacaq. İstənilən şəxslə ümumi dil tapa biləcəksiniz və bu təkcə işinizə deyil, şəxsi həyatınıza da yaxşı təsir edəcək. Yaşlı qohumların və ya təcrübəli həmkarların məsləhətlərinə qulaq asın, onlar sizə düzgün fikirlər verəcəklər. Dolça bürcü. Yeni şeylər öyrənmək, faydalı bacarıqlara yiyələnmək və özünüzü təkmilləşdirmək üçün yaxşı gündür. Tək olanda daha yaxşı işləyəcəksən. Tezliklə rəqibləriniz üzərində üstünlük əldə etməyə kömək edəcək bir çox faydalı məlumat öyrənəcəksiniz. Gözlənilməz istedadlar üzə çıxa bilər və bu, biznesdə çox faydalı olacaq. Çox güman ki, uzun müddətli dostluğun və ya səmərəli əməkdaşlığın başlanğıcı olacaq maraqlı insanlarla tanış olacaqsınız. Bəzi dolçalar şəxsi həyatlarında xoş dəyişikliklər gözləyə bilərlər. İşgüzar və ya dostluq münasibətlərinin romantik münasibətlərə çevrilməsi mümkündür. Balıqlar bürcü. Cazibədarlığınızdan istifadə etsəniz, bir çox faydalı əlaqələr qura biləcəksiniz. Bir çox balıqlar təsir edici nəticələr əldə edəcəklər. Əvvəllər görülən səylər öz bəhrəsini verəcək. Optimist münasibət istənilən kiçik uğursuzluqların öhdəsindən gəlməyə kömək edəcək. Nüfuzlu himayədarlarınızın olması mümkündür. İşgüzar görüşlər və danışıqlar yaxşı keçəcək. Yaradıcı olmaq sizə həmkarlarınız və rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək dəyərli və orijinal təkliflər verməyə imkan verəcək. Axşam çölə çıxmaq və romantik görüşlər üçün əlverişlidir.